Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizə imsakda yeməyə bol ədviyyatlı, çox dadlı şəki külçələri hazırlayacağım. Əvvəlcə mayanı aktivləşdiririk. Bunun üçün 1 yemək qaşığı yarım quru mayanın üzərinə 1 çay qaşığı şəkər tozu və ümumilikdə götürdüyümüz 1 kiloqram yarım undan 2 yemək qaşığı əlavə edirik mayanın üzərinə və bir qədər də illıqdan biraz isti su əlavə edib qarışdırıb və mayanın aktivləşməyini gözləyirik. Ümumilikdə bu xəmir üçün 1 litr, yəni 5 stəkan su götürürük. Çalışın su illıqdan biraz isti olsun, amma çox qaynar olmasın. Kilo yarım un götürmüşəm. Bu da 200 ml stəkan ölçüsü ilə 11 stəkan yarım un eləyir. Unun üzərinə 2 çay qaşığı duz əlavə edirik, qarışdırırıq. Daha sonra isə suyu və aktivləşmiş mayanı üzərinə əlavə edərək xəmir yoğururuq. Maya gördüyünüz kimi baxın, bu cür tam aktivləşməlidir. Bu cür olduqda biraz illıqdan isti olan suyumuzdan əlavə edirik unun içərisinə və qalan mayanı da içərisinə əlavə edərək başlayırıq xəmiri yoğurmağa. Dəyərli izləyicilərim, kim hardan videolarımızı izləyirsə, hər birinizdən çox xahiş edirəm ki, videolarımızı izləyərkən saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunaraq videolarımızı bəyənməyi unutmayın. Əgər bəyənirsinizsə, yaxınlarınızla da paylaşın və bir kəlmə olsa belə şərh yazmadan keçməyin. Siz də bununla kanalımın böyüməsində mənə çox böyük dəstək olmuş olursunuz. Dəstək olan hər kəsdən də Allah razı olsun. Hər birinizə öz təşəkkürümü bildirirəm. Gördüyünüz kimi artıq xəmirimi yoğurdum. Xəmir demək olar ki, adi çörək xəmiridir. Xəmiri yoğururuq. Mütləq üzərin qalın büküb, isti bir yerdə 1 saatlıq mayalanmasını gözləyirik. Xəmiri yoğurmaq üçün 1 litr, yəni 200 ml stəkan ölçüsü ilə 5 stəkan su götürmüşdüm. Hardasa 2 yemək qaşığına kimi su artıq qaldı. Xəmirim artıq gördüyünüz kimi çox gözəl mayalanır. Xəmirdən maya qoxusunun gəlməməyi üçün əvvəlcə xəmirin havasını alıram. Daha sonra isə kündələrimin hamısı eyni bərabərdə olması üçün xəmiri tərəzidə çəkirəm. Dəyərli izləyicilərim, əgər Instagram səhifəniz varsa, Instagramda da Kəmalə Kərimli 82 yazaraq Instagram səhifəmizi də izləməyə alın. Orada da hədəfimiz 300 mindir. İnşallah ki, sizlərin dəstəyi ilə Instagram ailəmizdə 300 minə çatsın. Xəmirin kütləsi nə qədər gəlirsə, onu da kalkulyator vasitəsilə 9-a bölürük və nə qədər edirsə, həmin qramdan da kündələri tuturuq. Qeyd etdiyim kimi xəmiri 9 hissəyə böldüm və tərəzidə indi də çəkirəm. Mənim kündələrim 269-270 qramdan oldu və hər birini kündəliyib, üzərini örtüb mütləq kündəsinin almasını gözləmək lazımdır ki, yayarkən kündələr rahatlıqla yayılsın. Kündələr iri ölçüdə olduğu üçün ona görə mütləq yayarkən çalışın iri bir masanın üzərində yayın. Hətta bu xəmirləri biraz da dartıb enlədəndə də, yəni uzadanda da daha da uzanacaq. Ona görə mütləq bir iri masanın üzərində yayıb yağlamaq lazımdır. Və kündələrin gəlməsini gözləyirik. Bu müddətdə də mən artıq yağı, 500 qram yağ var burada, kərə yağıdır. Tamamilə qaynadıb ayranından, tortasından ayırmışam. Üzərinə 1 çay qaşığı duz, 1 çay qaşığı sarı kök əlavə edirəm. 2 yemək qaşığı qovrulub və üyüdülmüş razyanı əlavə edirəm içərisinə və 2 yemək qaşığı da yenə də üyüdülmüş keşniş toxumu əlavə edirəm. Və yağı yaxşı-yaxşı qarışdırıram və hər dəfəsində də hər yuxanı yağladıqda mən yağı az da olsa isidirəm ki, çünki kəri yağı olduğu üçün tez soyuyur. Ona görə mütləq hər yuxanı yağladıqda mən vam atəşdə yağı isidib və belə yuxaların üzərinə əlavə edərək yağlayıram. Burada biraz başım qarışdı günorta yeməyini hazırlamağa və kündələrim biraz çox mayalandı. Siz çalışın bu qədər çox mayalandırmayın. Bir 15 dəqiqə qalsa yetərlidir. Bir-bir kündələri götürürük və altına, üzərinə un səpərək yayırıq. Kündələri yaydığım taxtanın dairəsi 60 santimetrdir, amma mən bu dairədə yağlamayacağım. Yəni bunları, kündələri masanın üzərində yağlayacağım. Çünki kündələr iri olduğuna görə bir qədər də dartacağım, uzadacağım.
Ona göre bir kündəni yayıram. Bir kündəni yaydıktan sonra artık masanın üzerine biraz duru yağ əlavə edirəm. Mütləq çalışın ki, masanın üzerine həmişə yağladıqda duru yağla yağlayın. Çünki kərə yağı ilə olduqda kərə yağı donur, kündələrə yapışır. Ona göre onu kəsəndə biraz yapışa bilər alt kündə masanın üzerine. Kündə cırıla bilər. Ona göre mütləq çalışın ki, belə duru yağla yağlayın. Masanın üzerine duru yağla yağlayıram. Daha sonra isə ilk yaydığım kündəni gördüyünüz kimi sərirəm üzərinə və kənar hissələrdən də nə qədər gəlirsə o qədər dartıb yapışdırıram. Yəni bunu artıqlaması ilə dartıb yapışdırmayın ki, cırılmasın kündələr. Və ədviyyatlı yağlı qarışımı da üzərinə əlavə edirəm bir qədər. Daha sonra isə fırça vasitəsilə başlayıram yaymağa. Qaşıqla bir qədər üzərinə yağı ədviyyatla qarışıq əlavə etdikdən sonra, daha sonra isə özünüz də görürsünüz, mən fırçanı, yəni yağlı qarışıma bulayıb və kündələrin üzərinə yayıram. Bu cür edəndə, yəni yağa da biraz qənaət etmiş oluruq, amma sırf qaşıqla əlavə etsəniz, onda yağ həddindən artıq çox gedəcək. Ona göre mütləq mənim etdiyim kimi biraz qaşıqla əlavə edirsiniz. Daha sonra isə fırçanı elə qazanın dibindən, yəni belə götürürsüz. Ədviyyatlı qarışıq və kündələrin üzərinə çəkirsiniz. Digər ikinci kündəmizi də kənarda yayıram. Üzərinə yerləşdirib, kənarlarını birləşdirib yenə də yağlayıram. Yəni sona dək 9 ədəd kündədir. Sona dək bu üsulla davam edirik. Yağlayıb kündələri üst-üstə yerləşdirib kənar hissələrini birləşdiririk. Amma son 9-cu kündənin üzərini isə yağlamırıq. Bu arada da dəyərli izləyicilərim, Ramazan ayı münasibətilə də hər birinizi ürəkdən təbrik edirəm. Bu müqəddəs ayda Rəbbim tutduğunuz orucularınızı, etdiyiniz ibadətləri qəbul etsin. Ürəyinizdə nə arzularınız varsa, nə niyyətləriniz varsa, Allah hər birinizin niyyətini qəbul etsin. Özüm də orucam, bir ay boyunca mən də oruc olacağım inşallah. Kanalımızı mütləq izləmədə qalın. İnşallah imsakda, iftarda nuş etməyə, bir-birindən ləziz, çox gözəl reseptlər paylaşacağım sizin üçün. Ona görə mütləq kanalımızı izləmədə qalın. Son 9-cu kündəni üzərinə yerləşdirib kənarlarını birləşdirdikdən sonra qeyd etdiyim kimi 9-cu kündən üzərini yağlamırıq və gördüyünüz kimi əvvəlcə tən orta hissədən 2 yerə böldüm və böldüyüm hər bir hissəni də 3 yerə böldüm. Ümumilikdə bu xəmiri 6 hissəyə bölürük və özümüzə tərəf dartaraq ehmalca lenta şəklində bükürük. Burada mən videomuz çox uzun alınmasın deyə videonu bir qədər tezləşdirmişəm. Kündələri hamısını özümə tərəf ehmalca yavaş-yavaş darta-darta rulon şəklində bükürəm. Bu reseptdən, yəni 1 kiloqram yarım undan 6 ədəd iri ölçüdə şəki külçəsi alınır. Əgər şəkili xanımlarımız məni izləyirsə, yorumlarda mütləq şərhlərinizi gözləyəcəm. Necə hazırladığımı mütləq şərhlərdə yazarsınız. Rulonları bükdükdən sonra, baxın, ehmalca üzərindən biraz yastılayıram, amma burada çox yaymaq mümkün deyil. Çünki hələ kündəsini almayıblar. Ona görə biraz belə üzərindən yastılayıb, üzərlərini örtürük və mütləq bir 20-25 dəqiqə gözləmək lazımdır ki, biraz kündəsini alsınlar. Artıq burada kündələrini alıblar. Kündələrini aldıqdan sonra biraz əlimlə üzərindən yasladıqdan sonra oxlovla yayıram. Qoğala nisbətən külçə incə şəkildə olmalıdır. Ona görə mən də incə şəkildə yayıram. Çünki bişəndə də bir qədər şişir, köpür. Ona görə mütləq demək olar ki, eynən fəsəli şəklində yayırıq. Mən bu şəkil külçəsini eynən demək olar ki, fəsəliyə oxşatdım. Həm dadında bənzərliyi var, həm də forma olaraq fəsəliyə oxşuyur. Və gördüyünüz kimi, baxın, belə incə şəkildə yaydıqdan sonra yerləşdirirəm listin içərisinə, biraz da əlimlə kənar hissələrini düzəliş verirəm və üzərini salafanla örtüb bir kənarda gözlədirəm. 3-3 yayıram. 3-ünü yaydım və 3-ünü artıq başlayıram bişirməyə. 3-cü bişməyə yaxın digər 3 gündən də başlayıram yaymağa. Bu cür edirəm ki, çox kənarda qalıb, çox da mayalanıb şişib köpməsinlər. Qeyd etdiyim kimi, şəki külçəsi də demək olar ki, eynən fəsəli kimi incə şəkildə olmalıdır, çox köpməli deyil. Beləcə 3 ədədini yaydım, yerləşdirdim soba listinin içərisinə, üzərlərini salafanla örtdüm və çox yox, 5-6 dəqiqə müddətində gözlətdim. 5-6 dəqiqə müddətində gözlətdikdən sonra üzərinə
3 ədəd yumurta sarısı götürmüşəm. 2 yemək qaşığı da süd əlavə etmişəm içərisinə. Yaxşı-yaxşı qarışdırıram və çəkirəm üzərlərinə. Çörək otu və ya xaş-xaş səpə bilərsiniz. Mən xaş-xaş səpdim bir qədər də üzərinə və sobanı da artıq yandırmışam. Alt-üst rejimdə, yəni hər iki hissə yanmaqla, üzərinə də çəngəlləyirəm bu arada və alt-üst rejim hər ikisi yanmaqla mən 170-180 dərəcə arasında 35 dəqiqə müddətində bunları bir-bir bişirib götürdüm. Xına kimi qıpqırmızı qızarıblar, bişən kimi bir ədədi yeyildi isti-isti olarkən. Çox gözəl alınıblar. Şor qoğalı dadında bol ədviyyatlı, ləzzətli külçələr alınır. İmsakda şirin çayla, pendirlə nuş edə bilərsiniz. Həqiqətən də çox ləzzətlidir. Burada isə sakit qalacağım və necə xırçıltılı olmasını sizlərə göstərirəm. Gördüyünüz kimi üzəri xırçıltılı, qatları tək-tək, vərəq-vərəq, lay-lay ayrılan çox ləzzətli külçələrimiz alınır. Hazırlayan hər kəsə nuş olsun, göz haqqınızı halal edin. Yeni videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın. Allah'a əmanət olun. Əgər videonu bəyəndinizsə, Kəmalə Kərimli 82 kanalına abunə olun, videonu bəyənib şərh yazmağı unutmayın. Dəstəyiniz Kəmalə xanım üçün motivasiya mənbəyidir. Paylaşılan videoları bəyənib şərh yazanlara öncədən təşəkkür edirik.